Amerikalıların ayda olduğuna niyə inanmırlar? 1969-cu ildə Neil Armstrong və Buzz Aldrin aya ilk addım attı. Bəs niyə bu gün də milyonlarla insan həqiqətən ayda olmuşuqmu sualını verir? Müzakirələr Bill Kaysing'in 1976-cı ildə nəşr olunan Biz heç vaxt ayda olmamışıq adlı kitabının çap edilməsinə səbəb olub. Aya saxta eniş konspirasiya nəzəriyyəsinin tərəfdarları deyirlər ki, birincisi ayda çəkilən fotolarda ulduz yoxdur. Əslində isə ayın səthi o qədər işıq əks etdirir ki, kamera onları çəkə bilmir. İkincisi, bayraq niyə dalğalanır əgər ayda külək yoxdursa? Çünki o sərt qatlanan materialdan hazırlanmışdı və forması elə qalırdı. Və niyə NASA tərəfindən həmin enişin orijinal görüntüləri itirilib? Bəli, bu həqiqətən də problemdir. Bürokratiya və səhlənkarlıq ucbatından NASA-da arxiv qeydləri silinib. Ən çox verilən sual isə, əgər 1969-cu ildə getmişiksə, bəs niyə bir daha getmədik? Cavab, Apollon proqramı çox baha başa gəlirdi. Konqres maliyyəni kəsdi və layihə dayandı. Amma indi NASA 2026-cı ildə ay orbitinə yenidən astronavt göndərməyə hazırlaşır. Yəni yarım əsrlik fasilədən sonra insan yenidən ay yolundadır. Bəs sizcə onlar ilk dəfə həqiqətən aya getmişdilər?